Xanımın saçı zədəli və quru saçlardır. İşləm olunub, amma heç bir bərpa, botoks olunmayıb. Biz indi Elvin usta ilə ilkin olaraq kollagen baxımından başlayaq. İkisi də qataq, o İkisindən eli qataq və daha möhtəşəm bir nəticə alaq. saça nə qədər ətəcimiz gedəcəyini dəqiq bilməliyik. Yəni 100 qatsaq daha yaxşı olar və saç daha da dolğun yeyər. Çünki asetin saç olduğuna görə o maddəni yeyir. Yəni bərpası üçün. Onun üçün də tərəzi ilə işləməmiz daha məsləhətdir. Aparatda qaldı 45 dəqiqə və biz bu aparatı çıxardırıq. 100% saç qurudulmalıdır. Saç quruduldu və ütü ilə üstündən keçirik aşağı dərəcə ilə. Hər saçın urbininə görə ütünün dərəcəsini seçmək olar. 375 bu saç üçün normaldır. Yuxarı ilə eləsək yanıb zədələnə bilər. Saçda botoks axıdılandan sonra maska tətbiq olunur və 50% yuyulur, 50% saçda qalır. Mandatorun saçdakı rolu saçı nəmləndirir, qırılmanı azaldır və nəm balansını qoruyur. Bu da bizim işimizin sonluğu, nəticəmiz göz qabağındadır. Saçınızda dolaşma var, yuyuldu saçınız. Bəli, Hal-hazırda olan quruduldu. vəziyyətdir. Daha parlaq, daha yumuşaq. Məmnun qaldınız. Hər zaman gözəllikdə olun.